Hər birinizi salamlayırıq. Bugün sizə uşaqlı boynu xərçəngindən qısa məlumat vermək istəyərdim. Onu da qeyd etmək istəyirəm ki, yanvar ayı uşaqlı boynu xərçənginin mübarizə ayı hesab olunur. Uşaqlı boynu xərçəngi səssiz də başlaya bilir. Bu səbəbdən skrininq proqramları aparmaq mütləqdir. Skrininq dedikdə HPV testi, PAP test və co-test nəzərdə tuturuq. Dünya statistik məlumatlara əsasən uşaqlı boynu xərçəngi rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Uşaqlı boynu xərçəngi bir neçə mərhələlərə bölünür. İlk mərhələlərdə biz cərrahi əməliyyat, radikal gastrektomiya və limfadenotomiya icra olunur. Gecikmiş mərhələlərdə isə radio və kimyoterapiya aparılır. Onu da bildirmək istəyirəm ki, burada şikayətlər nə ilə başlayır? Uşaqlıq yoluna gələn qanlı, sulu, axıntıdan, cinsi əlaqə zamanı olan diskomfortdan, bu cür şikayətləriniz varsa, mütləq həkimə müraciət etməyiniz vacibdir.